Quranda sosial nəzakətə dair tövsiyələr. Bunları edin. 1. Salam vermək və gözəl söz danışmaq. İnsanlarla münasibətdə mehriban və ədəbli olmaq əmr olunur. Sizə salam verildiyi zaman ondan daha gözəli ilə cavab verin və ya eyni ilə qaytarın. Nisa 86. 2. Səs tonu və davranışa diqqət etmək. Yüksək səslə danışmaq və kobudluq qınanılır. Ey iman gətirənlər! Səslərinizi Peyğəmbərin səsindən uca qaldırmayın. Hucurat 2. 3. Ədalətli olmaq. Hətta düşmənə qarşı belə ədaləti qorumaq lazımdır. Bir qövmə olan kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Maidə 8. 4. Bağışlamaq və səbirli olmaq. Pisliyə yaxşılıqla cavab vermək tövsiyə olunur. Yaxşılıqla pislik eyni olmaz. Pisliyi ən gözəl tərzlə dəf et. Fussilət 34. 5. Yolda ədəbli davranmaq, təvazu ilə gəzmək. Təkəbbür və lovğalıq qınanılır. Yer üzündə təkəbbürlə gəzmə, səsinin tonunu alçalt. Loğman 18-19. 6. Barışdırıcı olmaq, insanlar arasında sülh yaratmaq. Mübahisələri düzəltmək böyük savabdır. Möminlər qardaşlardılar, elə isə qardaşlarınızın arasını düzəldin. Hucurat 10. 7. Yetimlərə və kasıblara yaxşılıq etmək. Zəiflərə qarşı mərhəmət göstərmək vacibdir. Onlar Allah sevgisi ilə yoxsulu, yetimi və əsiri yedəkdərlər. İnsan 8. 8. Verilən vədə sadiq qalmaq. Söz vermək məsuliyyətdir. Əhdi yerinə yetirin, çünki əhd barəsində sorğu olunacaqdır. İsra 34.